Sağlam bir münasibət qurmaq həqiqətən mümkündürmü? Yoxsa bu sadəcə bir bəxt məsələsidir? Gəlin bugün bu sualın cavabını birlikdə axtaraq. Ailə psixoloqu Sübhan Abuşovun fikirləri işığında uzun ömürlü sevginin sirlərini, yəni sağlam münasibətin o möhkəm sütunlarını bir-bir kəşf edəcək. Bir anlıq ətrafınıza baxın. İllərdir bir-birinə eyni sevgi ilə baxan cütlüklər var. Bir də elələri var ki, ilk günlərdəki o qığılcım çoxdan sönüb. Bəs fərq nədədir? Onları bir-birinə bağlayan sehirli bir qüvvə var yoxsa necə? Ailə psixoloqu Sübhan Abuşov deyir ki, yox, bu sehir deyil. Bu tamamilə şuurlu bir seçim və zəhmətdir. Gəlin belə təsəvvür edək. Münasibətimiz bir binadır. O bina öz-özünə möhkəm qala bilməz, elə deyilmi? Onu bilə-bilə, diqqətlə və zəhmətlə inşa etmək lazımdır. Və hər möhkəm binanın olduğu kimi, sevginin də onu ayaqda saxlayan sütunları olmalıdır. Elə isə, gəlin o sütunların birincisi ilə tanış olaq. Və budur, birinci və bəlkə də ən fundamental sütun, hörmət və həssaslıq. Çox vaxt biz həssaslığı sadəcə nəzakətli olmaq kimi başa düşürük. Amma bu, məsələnin yalnız görünən tərəfidir. Əslində, həssaslıq bundan qat-qat dərindir. Gəlin baxaq, nədir əsl həssaslıq? Baxın, əsl həssaslıq sadəcə qulaq asmaq deyil, anlamaq üçün dinləməkdir. Bu, aktiv bir prosesdir. Yəni, partnyorunuz danışanda beyninizdə öz cavabınızı hazırlamaq əvəzinə bir anlıq dayanıb onun dünyasına girməyə, hadisələrə onun pəncərəsindən baxmağa çalışmaqdır. Əsil hörmətdə məhz buradan başlayır. Yoldaşınızın hisslərinə boş şeydir deməməyi, ehtiyaclarına indi bunun sırası deyil deyib keçməməyi. Bir düşünün, bir insan sizin yanınızda özünü tamamilə rahat, eşidilmiş və dəyərli hiss edirsə, orada sarsılmaz bir güvən yaranmazmı? Bax, bu güvən hissi münasibətin əsl bünövrəsidir. Sübhan Abuşovun bu fikri, məncə, məsələni mükəmməl şəkildə ümumiləşdirir. Hörmət, sevginin yanacağı kimidir. Yanacağı olmadan ən güclü mühərrik belə bir gün dayanar. Amma hörmət varsa, sevgi sadəcə mövcud olmur, hər gün daha da böyüyür, dərinləşir. İndi isə keçək münasibətin ikinci möhkəm sütununa. Gəlin səmimi olaq. Mübahisəsiz münasibət yoxdur. Fikir ayrılıqları hər zaman olacaq. Bu tamamilə normaldır. Amma əsas məsələ mübahisənin olub-olmaması deyil. O fırtınadan sonra gəminin limana necə qaytarmağınızdır. Bax, sağlam münasibətləri digərlərindən fərqləndirən əsas məqam da məhz bu barışıq ustalığıdır. Hər şey məhz bu sualda gizlənir. Mübahisə zamanı məqsədiniz nədir? Haqlı çıxmaq, yoxsa xoşbəxt olmaq? Yəni, mübahisədə qalib gəlmək istəyirsiniz, yoxsa münasibətinizi qorumaq? Sübhan Abuşovun da vurğuladığı kimi, sağlam cütlüklər bir-birinə qarşı yox, problemə qarşı birlikdə mübarizə aparır. Onlar üçün vacib olan sonda kiminsə yox, münasibətin özünün qalib gəlməsidir. Və o təhlükəli səssizlik, yəqin ki, hamımıza tanışdı. Günlərlə davam edən küskünlük. Bəlkə də düşünürük ki, zaman keçdikcə hər şey düzələcək. Amma Sübhan Abuşov xəbərdarlıq edir. Zaman heç nəyə həll etmir. Əksinə, barışıq nə qədər geciksə, aradakı o soyuqluq, o uçurum bir o qədər dərinləşir. Səssizlik sadəcə incikliklərin içimizdə daha da böyüyüb kök salmasına şərait yaradır. Bəs yaxşı. İlk addımı kim atmalıdır? Adətən, ən çətin sual bu olur. Baxın, bu sitat hər şeyi deyir. Barışmaq üçün uzadılan ilk əl əslində məğlubiyyət deyil. Bu, sən mənim egomdan, qürurumdan daha dəyərlisən deməyin ən səmimi, ən səssiz yoludur. Və bu, əslində ən böyük cəsarət. Bəli, həm bağışlamaq, həm də o ilk addımı atmaq həqiqətən də böyük daxili güc tələb edir. Bu, insanın öz egosuna qalib gəldiyini və münasibətin sağlamlığını hər şeydən üstün tutduğunu göstərir. Bu, zəifliyin yox, əsl yetkinliyin, daxili gücün göstəricisidir. Yəni, bütün bunlardan çıxan nəticə nədir? Deməli, sağlam münasibət heç bir problemi olmayan, qüsursuz bir münasibət deyil. Hədəf mükəmməllik axtarmaq olmamalıdır. Əsl sir, bütün o qüsurlara və çətinliklərə rəğmən bir-birini anlamağa çalışmaqda və o bağı qorumaq üçün səy göstərməkdədir. Gəlin, ailə psixoloqu Sübhan Abuşovun yanaşmasını ümumiləşdirək. Sağlam münasibətin resepti deyə bilərik ki, bu 4 maddədən ibarətdir. Anlayış, güzəşt, hörmət və barışıq bacarığı. Fikir verin, bunlardan biri olmasa digəri yarımçıq qalır. Münasibəti həqiqətən ayaqda saxlayan və gücləndirən məhz bu 4-ünün bir yerdə olması, yəni harmoniyasıdır. Və bugünkü izahımızı gəlin bu çox vacib sualla bitirək. Bütün bu danışdıqlarımızı nəzərə alaraq münasibətinizin sütunlarını daha da möhkəmləndirmək üçün məhz bugün atacağınız o kiçik addım nə ola bilər? Bəlkə sadəcə kiçik bir təşəkkür, bəlkə səmimi bir qucaqlama,
və ya bəlkə də eqonu bir kənara qoyub gəl danışaq demək. Seçim sizindir.